Allah bu kişilərə rəhmət eləsin. Hansı ki bu Bob və Bill 12 addım proqramının təsisçiləridir. 12 addım proqramını yazıblar. Bunlar alkaş olublar da, ha? Bəli. İkisi də alkoqolizmdən əziyyət çəkiblər, oturublar bir yerdə söhbət eləyə. Necə olub Əkbər müəllim? Bəli, elə çox belə. Söhbət elə bir-birlərini tapıblar. Bir də ki, qeyd eləmək istəyirəm, bizim işçilərin hamısının sertifikatları var, hamısı keçiblər proqramı, tam keçiblər. Ondan sonra onları oxutdurmuşam. Bugünkü gündə mütəxəssis kimi işləyirlər. Təhsillidirlər də bu sahə üzrə. Hoş gəlmisən. Qardaşlar sən yer verəcəklər, rahat çimmək istəsən çim, ona basın, qaynı uyduğun inşallah yaxşı olacaq. Qardaşlar yanında deyək. İlk dəfədir ki, həqiqətən mən ürəklə istədim. Həmişə göndəriblər, müalicəyə edilər. Həmişə demişəm ki, mən çıxanda eləyəcəm. İstəmirəm də bunu. Amma bugünkü gün özüm yanaşdım ki, sonra qutarmaq lazım. Yəni hər adama buranı nəsib eləmir də qardaşım. İnsan var ki, varı, dövləti, pulu var, amma mərkəz tanımır qardaşım, narkomançılıq eləyir. Görsən Allahın nə qədər sevimli bəndəsən ki, yəni istəmir də öləsən qardaşım, səninlə bağlı fikirləri var.